Ona görə sevgili Peyğəmbərimiz Muhammedin sallallahu aleyhi və səlləmin kəlamı haqdır və dində yeniliklər etmək olmaz. Dində yenilik etmək zəlalət, zəlalətin sonu isə oddur, atəşdir və Peyğəmbər sallallahu aleyhi və səlləm əshabını bidətdən həmişə çəkindirər və onun təhlükəli olması barəsində həmişə onlara xəbər verər. Təkrar bu məsələni sahabələrinə Peyğəmbər sallallahu aleyhi və səlləm çatdırardı. Ona görə də bu ümmət üçün Allah Rəsulundan sallallahu aleyhi və səlləm gələn bu mübarək tövsiyələrə əhəmiyyət vermək olduqca vacibdir. Ona görə Allaha ibadət eləmək, insan bilməlidir ki, onun nəfsi istəyi ilə deyil, özünə xoş gələn hər hansısa bir şeylə Allaha yaxınlaşmaq deyil. Yəni bu din sahibsiz bir sahə deyil ki, insan necə yalda Allaha ibadət eləsin. Müsəlmanlar bunun üzərində ittifaq ediblər ki, yəni din Allahın dinidir. Uca Allaha yaxınlaşmaq ancaq Allahın qayda olaraq, şəriət olaraq buyurduğu müvafiq şəkildə olmalıdır. Allaha yaxınlaşdıran və Allah qatında fayda verən yalnız budur. Bundan başqa hər şey isə sahibini Allahdan daha da uzaqlaşdırar. Sələflərdən qeyd olunur ki, nümunəçiyə, qudvaya, örnəyə, yəni Peyğəmbərin yoluna əsaslanmayan hər bir ibadət sahibini Allahdan ancaq uzaqlaşdırar. Ona görə əsas məsələ sənin, mənim, yəni bizim öz sevdiyimiz kimi ibadət eləmək deyil. Əsas məsələ Allahın sevdiyi şəkildə ona ibadət etməkdir. Uca Allah bizi yaradıb, sınağa çəkib və onunla qarşılaşacağımız gün bu sınağın nəticəsinə əsasən bizim mükafatımızı verəcək. Ona görə də Allah Subhanahu və Teala insanları bu dünyaya gətirib, onlar əməl işləyirlər və insanlar bilməlidir ki, onlardan qəbul olunan əməl daha gözəl olandır. Daha çox olan yox, kəmiyyəti daha üstün olan yox, əsas məsələ keyfiyyətdir. Əməlin ən gözəl olmasıdır. Əməlin ən gözəl olması ixlasla, yəni Allah üçün edilən və həmçinin Peyğəmbərin sallallahu aleyhi ve sellem yoluna tabi olmaqla məhdudlaşan əməldir. Bundan başqa hər bir şey bidət və zəlalətdir. Ona görə də bidət zülmət dəhlizi şər mənbəyidir. Və bidət elə bir şeydir ki, o insanın imanını, tövhidini zəiflədir və bidət bir zəhərdir.